Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV efirində Haqqın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz məxluqatın ən alisi, ən şərəflisi, bütün külli kainatın əşrəfi olan və bütün kainata, bəşəriyyətə rəhmət olaraq göndərilən dəyərli, əziz Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləmin mübarək mövludu ilə əlaqədar Vəhdət həftəsinə əsr olunmuşdur. Bizim bugünkü qonaqlarımız ilahiyyatçı Hacı Mir Cəfər Əyyubovdur. Seyid, xoş gördük sizi. Xoş gördünüz görə. Digər qonağımız isə dəyərli şairimiz Kazım Leriklidir. Kazım bəy, siz də xoş gördük. Salam aleykum, xoş gəldiniz. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə minnətdarlığımızı bildiririk. Var olasınız. Hacı, Vəhdət həftəsi həm Peyğəmbərin mövludu, həqiqətən də il ərzində vaqe olan çox önəmli günlərdəndir ki, həm öz mənəvi yükü ilə, mənəviyyat aşılaması ilə, eləcə də mötəbərliyi ilə, bir günün mötəbər olması əlbəttə ki, hər birimizin həyatına çox böyük təsir göstərir. İllah da ki, bizim elə bütün Risalət-ün Nübüvvətin xatəmi olan Peyğəmbərimizin mövludu ola. Elə ümumiyyətlə ilk növbədə bir müqəddimə kimi istərdik girişədə ki, ümumiyyətlə Peyğəmbərimizin mövludu özü-özlüyündə necə bir qüdsiyyət daşıyır? Müqəddəslik Allaha məxsusdur və Allahın izni ilə ilahi rəngə boyanan hər bir yaranmışa, istər canlı olsun, istər cansız olsun, hamısına sirayət eləyə bilir. Və müqəddəsliyin meyarı o varlığın nə qədər ilahi olması ilə ölçülür. Çünki qüdsiyyətin mənbəyi Allah Teala'dır. Ona nə qədər yaxınsansa, o qədər müqəddəssən. Və nə qədər uzaqsansa, o qədər qeyri-müqəddəssən. Fərqi yoxdur, canlı, cansız. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanların əşrəfi təkcə deyil. Bəzən bu moizələrdə, yazılarda, təbliğatda kamil şəkildə təqdim olunmur. İnsanlarda belə bir təsəvvür yaranır ki, Peyğəmbərimiz ən ali insandır, nöqtə. Əslində elə deyil. Peyğəmbərimiz ən ali yaranmışdır. İnsanlar, mələklər, canlılar, cansızlar, metafiziki varlıqlar, ağıl kimi, təqva kimi, ibadət kimi. Bunların heç birisi Peyğəmbərimiz qədər Allaha yaxın deyil. Onun doğum günü bu nöqteyi nəzərdən xarakterizə olunmalıdır ki, doğulan kimdir? Bu dünyaya gələn kimdir? Bizə gələn kimdir? Yəni, bu dünyaya gələn, yəni bizə gələn kimdir? Biz, ümumiyyətlə, doğum günü, təvəllüd təfəkkürü o yarananın, əmələ gələnin əhəmiyyəti ilə ölçülür. Sovet dövründə deyirlər, Böyük Oktyabr Sosialist İnqilabı. Onun il dönümünü keçirirdilər. Öz təfəkkürlərinə uyğun ona dəyər verirdilər. Peyğəmbərimiz hər hansı bir millətin, xalqın, irqin, coğrafiyanın dəyəri deyil. Peyğəmbərimiz Allah Teala'nın özündən başqa hər nə varsa hamısına rəhmət olaraq göndərdiyi varlıqdır. Və bu varlığın əhəmiyyəti bununla ölçülür. Belə bir şəxsin zuhur eləməsi, əmələ gəlməsi, dünyaya gəlməsi hamı üçün böyük nemətdir, hamı üçün müqəddəs sayılmalıdır. Təbii ki, hamı anlamaya bilər, amma əslində elədir. Yəni, Peyğəmbərimiz rəhmətullil aləmindirsə, Quran buyurur, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Sənin bir funksiyan var, ikincisi yoxdur. Çünki cümlə
inkar formasında, istisna inkarı formasında gəlib, inkar cümləsinin istisnası formasında gəlib. Yəni, mən səni bütün aləmlərə rəhmət olmaqdan başqa heç bir tapşırıqla göndərməmişəm. Yeganə tapşırıq bütün aləmlərə rəhmət olmasıdır. Peyğəmbərimizin yeganə missiyası bütün aləmlərə rəhmət olmasıdır. Bütün aləmlərə rəhmət olması, o deməkdir ki, bu rəhmət fiziki olaraq ən azından bu vaxt dünyaya gəlib, 571-də, filan, məsələn, Amul Fildə, deməli, bu şəxsin dünyaya gəlməsi bütün aləm üçün müqəddəsdir. Bütün aləm üçün toy bayramdır. İndi bu aləm başa düşür, başa düşmür. Zaten aləmdəkilərin əksəriyyəti Allahın verdiyi nemətləri başa düşmürlər. Nemət əldən çıxanda başa düşürlər. Nemətdən məhrum olanda başa düşürlər. Bu nöqtə nəzərdən sizin sualınızın cavabı belədir. Yəni, Peyğəmbərimiz hər nə qədər müqəddəsdirsə, ona mənsub olanlar da o qədər müqəddəsdir. Ona mənsub olanlar, onun vücuduna mənsub olanlar, yəni təkcə biologiyasına mənsub olanlar yox, onun vücuduna, onun amalına, onun məramına, onun ideyasına mənsub olanlar ki, orada ilahiyyatdan başqa və ümumbəşəri rəhmətdən başqa heç nə yoxdur. Ona mənsub olanlar da o qədər müqəddəsdir. O cümlədən onun doğum günü. Vəhdət həftəsi barəsinə məsələsinə toxunmaq istəsək, hər iki kəlməni əvvəlcə izah eləməliyik. Vəhdət və həftə. Niyə vəhdət, niyə həftə? Vəhdət tövhid inancının bir nömrəli tələbidir, qanunudur. Baxın, İslamın nə qədər qadağaları var, nə qədər tələbləri var, ehkamlar var, qanunlar var. İstər əxlaq nöqteyi nəzərindən, istər fiqh nöqteyi nəzərindən. Şəriyyat var. Bunların hamısı qüvvədən düşür vəhdət söhbəti ortalığa gələndə. Hamısı vəhdət söhbəti ortalığa gələndə qüvvədən düşür. Və vəhdət də qüvvədən düşür həqiqət ortalığa gələndə. Həqiqət ətrafında toplanmağa deyilir vəhdət. Hər vəhdət vəhdət deyil. Haqqı basıb öldürmək üçün toplananlar vəhdət o təşkil etsələr də dəyər deyil. Məsələn, 30 bin nəfər Kərbəlaya toplaşıb ki, 70 nəfər həqiqət aşiqini öldürsün. Onların vəhdəti çox gözəl idi. 4000 nəfəri suyun qarşısını alırdı, nə bilim, neçə min nəfər xeyməyə hücum edirdi, neçə min eyni istiqamətdə hərəkət edirdilər. Hətta birlikdə namaz qıldılar, cəmaat namazı. Amma onların vəhdəti dəyər deyil. İslamın tələb etdiyi vəhdət bu deyil. Hər şey vəhdətə qurban olmalıdır. Bir şərtlə ki, vəhdət həqiqətə qurban olsun. İslamın tələbidir bu. Və tövhid vəhdət yaratmaq deməkdir. Hamı Allah mehvərində, Allahın mehvəriyyətində toplanmalıdır. Həftə niyə həftədir? Bu sadədir. Çünki şiə mənbələrinə və sünni mənbələrinə əsasən Peyğəmbər sallallahu aleyhi və səlləmin doğum gününün tarixçəsi cüz olaraq fərqlidir. O aradakı fərqi, yəni bu aradakı zahirən ixtilaf və ayrı seçkilik amilini bizim müştəhidlərimiz, Allah rəhmət eləsin onlara, fürsətə çeviriblər, vəhdət amili kimi təşkil ediblər, təyin ediblər ki, bu həftəni ayrı seçkilik yox, vəhdət həftəsi təyin edilir. Yəni, deməyək ki, bu tarixə əsasən doğum günü bu vaxtı, o tarixə əsasən o vaxt. Elə bu həftəyə bənzər günləri vəhdət həftəsi kimi təyin edilək. Vacibdir ki, Peyğəmbərin doğum günü konkret təyinatı üzrə olsun. Bəli. Bu həftə olsun Peyğəmbərin doğum günü və vəhdət həftəsi. Bəli. Vəhdət həftəsi, mən biraz uzaqdan gəlmək istəyirəm mövzuya. Fərz edin ki, siz müsəlmansız, Peyğəmbər müəllim. O fərz düzdür, ha? Yəni fərz edin, yəni bu biri fərz düz deyil, fərzdir sadəcə. Mən kafirəm. Məsələn, buddistəm, bütpərəstəm, ya ateistəm. Görün, nə qədər fikir ayrılığımız var. Çoxdur da. Ateist olsam əgər, tam əks qütüblərikdə. Siz deyirsiniz, Allah və Allah nə deyirsə var, mən deyirəm, heç biri yoxdur. Tamam əks qütüblər.
Qonşuyuq, dostuq, tanışıq hardansa. Ya heç başqa ölkələrdənik. Siz ayrı ölkədənsiniz, mən ayrı ölkədəyim. Bir müştərəkimiz var, bir müştərəyimiz var. Müştərək bir ortaq nöqtəmiz var. O da budur ki, pul qazanmaq lazımdır. Deyirəm ki, mən oturmuşam məsələn Çində, siz Azərbaycanda, mən oradan mal göndərirəm sizə, siz burada satın. Mənə nə sizin əqidənizdən, sizə nə mənim əqidəmdən. Ləkum dinikum vəliyyə din. Sizin dininiz sizdə, mənim dinim məndə. Bir ortaq nöqtə tapdıq, vəhdət təşkil etdik. Qalan hər şeyə göz yumuruq. Hətta bəzən toqquşma zamanı gələndə də ağlımıza o pulu gətiririk, müştərək qazancı, işimizi. Deyirik ki, qoy, toxunmayın da bu nəqidəsinə, elə belə. Soruşsa deyərəm, mən soruşsam o deyəm. Sual, bir şiə ilə bir sünni müştərək maraq tapmır. Yoxdur müştərək maraq. Hökman gərək pul olsun biz vəhdət təşkil edək. Bugün müsəlmanların bir sünninin sünni təbliğatına zəmin yaranması üçün və bir şiənin şiə təbliğatına zəmin yaranması üçün ən mühüm amil vəhdət təşkil eləməkdir. Bundan gözəli yoxdur. Və biz də psixoloji olaraq unutmağı bacarırıq, ya dondurmağı bacarırıq təfəkkürlərimizi, ixtilaflarımızı. Necə ki, məsələn, bayaq dediyim kimi biznesdə dondururuq. Futbol komandasıdır. Görsən, orada şiə də oynayır, sünni də oynayır, xristiyan da oynayır, yəhudi də oynayır, bütpərəst, ateist. Heç kəs baxmır onun dini nədir. Deyir, yaxşı futbol oynayır, ya Allah gəlsin. 50 milyon, 100 milyon verirəm, gəlsin. Halbuki tamam başqa-başqa əqidə adamlardır. Bircə bu dini məsələdə şeytan necə manevr edirsə və şeytanın balalarına oyunlar çıxardırlarsa bu dünyamızda, hamının o vəhdət mərkəzindən qaçma prosesinə qoşulmağı gəlir. Görsən, vəhdət təşkil edir. Məsələn, mən şahid olmuşam, bir nəfər, bir məzhəbin nümayəndəsi var idi. Digər məzhəblərə o qədər aqresiv münasibət bəsləyirdi ki, onu hətta minbərə qoymurdular məsciddə. Böyüklər ki, bu çıxmasın, söhbət eləməsin. Həcc mövsümü gələndə görürdü ki, həmin o düşmənçilik məzhəbi nümayəndələri ucuza aparırlar. Gedirdi, onlardan sənəd alıb verirdi, məsələn, onlarla gedirdi. Deməli, sən ortaq nöqtə tapa bilirsən. Bizcə bizim bu müqəddəs dəyərimiz ortalığa gələndə, belə deyim də, azarın tutur. Yəni, nə məsələdir bu? Adam oturub fikirləşməlidir də, mən niyə beləyəm? Yəni, insanlar elmi inkişafa, texniki inkişafa, dini inkişafa, müharibələr, qırğınlar, ayrı-seçkiliklər, müxalifətlər zamanı nail ola bilirlər, ya qırmızı xətlərə toxunmadan barışıq zamanı nail ola bilirlər. Təbii ki, burada da qırmızı xətləri gözləmək, qırmızı xətləri qorumaq şərtdir. Vəhdət bu deyil ki, bundan sonra, məsələn, siz şiəsiz, fərz edin, mən sünniyəm, siz bundan sonra əlinizi bağlayın namaz qılın, mən əlimi açım namaz. Bu deyil. Qardaş, həqiqət nə vaxt üzə çıxacaq, çıxmayacaq, o sonranın işidir də. Yəni, bizə Allah buyurmur ki, dərhal dur, həqiqəti başa sal, yoxsa öl. Belə bir qanun yoxdur ki. Hərə öz mühitində, hətta biz Quran-ı Kərimə baxırıq, Mümtəhinə surəsində Allah Teala buyurur, sizə kim deyib ki, sizə qarşı çıxmayan, dinə görə sizinlə düşmənçilik etməyən, fikir verin, dinə görə. Yəni, hətta dünyana görə biri sənlə düşmənçilik edirsə və kafirdirsə, yenə haqqın yoxdur ona düşmən olasan. Dininə görə sizə düşmənçilik eləmirsə, nə olsun kafirdir? Siz niyə ona yaxşılıq eləmirsiniz? Kim deyib sizə? Mən Allaham, mən belə söz deməmişim. Mən yaxşılıq eləyənləri, ədalətli olanları sevirəm. Səhv eləmişəm 8-ci ayədir. Mümtəhinə surəsində. Və yaxud başqa Tövbə surəsində, adətən Tövbə surəsini gətirirlər, güya müharibələr filan ayələri çoxdur.
həmin o müharibə ayələrinin sırasında 6-cı ayədə səhv eləməsəm deyir ki, döyüşün ortasında bir nəfər desə ki, əl saxla, mən Quranı eşitmək istəyirəm. Döyüşün ortasında. Təəssüf ki, belə ayələr aktuallaşmır cəmiyyətimizdə. Demirlər belə ayələri. Bu Quran ayəsidir. Bu şaz, nadir, nəvadir olan rəvayətlərdən, hədislərdən deyil, zəif hədis deyil. Quranın ayəsidir. Nasıl? Bəli, açıq-aşkar, sərih, aşkar nəssidir. Yəni, bunun qaçışı yoxdur, sənət soruşmazlar. Döyüşün ortasında bir nəfər sənə deyir ki, mən Quran eşitmək istəyirəm. Allah Teala buyurur, sənə vacibdir o müşrik insanı əmin-amanlıqda saxlayasan. Hətta yəsməə kəlaməllah, o qədər ona şərait yaradasan ki, Allahın kəlamını eşitsin, yəni başa düşsün də bilsin Allah nə demək istəyir. Nə qədər qulaq asmaq istəyir, nə qədər öyrənmək istəyir, o qədər. Sonra buyurur, sümmə əbliğhu məəmənə. Sonra onu çatdır əminamanlıq duyacağı bir yerə. Yəni, təzyiqdə olmayacağı, azad düşünə biləcəyi bir yerə, öz vətəninə ki, orada fikirləşsin. Bu bizim dinimizdir. İndi bu dinimizin müharibələrlə əlaqədar, müdafiələrlə əlaqədar, vətəni qorumaq, torpağı qorumaq, namusu, qeyrəti, əqidəni qorumaqla əlaqədar coşqu yaradan ayələrini götürüb deyəsən ki, bunlar Allahın sözləri budur, yəni qırın, çatın. Bunlar insanların vəhdətindən azar çəkən insanlardılar. Bunlar şeytanın o nümayəndələridirlər ki, insanlar xoşbəxt olanda bunlar bədbəxt olurlar. Sonra İslamı başlayırlar ittiham eləməyə. Niyə məhz İslamı? Çünki İslamın məntiq qarşısında bu saat yer-göy dayana bilmir. Nəinki digər dinlər. Hətta heç bir ideoloji, rasional, qeyri-rasional, heç bir mistik, qeyri-mistik əqidə, düşüncə dayana bilmir, tab gətirə bilmir. İslamın universallığı, İslamın dinamikası, İslamın məntiqi, argument tərəfdarı olması hamını çöktürüb. Məcburdurlar belə böhtanlarla, ittihamlarla ümumbəşəri vəhdəti pozsunlar. Peyğəmbər sallallahu aleyhi və səlləm çox gözəl bir fürsətdir onun doğum günü ki, bunlar təbliğ olunur. Çox təşəkkür edirik sizə Seyid. Bu gözəl açıqlamanızı görə inanırıq ki, bu gözəl gündə tamaşaçılarımız üçün də çox fayda olacaq. Minnətdarıq. Kazım bəy, sözü sizə vermək istəyərdik, lütfən. Cəm müsəlman əhlinin sultanı sənsən, ya Muhammed. Cəm müsəlman əhlinin sultanı sənsən, ya Muhammed. Dəhrinən əşrəf, uca insanı sənsən, ya Muhammed. Nazil etmiş ayə bə ayə sənə Allah təbarək, çatdıran insanlara Qur'anı sənsən, ya Muhammed. Səndədir elmi ədəb, təqva, məhəbbət, zöhdü, əxlaq, varlığı ilə göstərən imanı sənsən, ya Muhammed. Müşkülü asan edən, biçarəyə çarə qılansan, hər mərizin dərdinin dərmanı sənsən, ya Muhammed. Sənsən ərşə, fərşə nurundan verən pay, ay misali, şad edən ol cənnəti rizvanı sənsən, ya Muhammed. Vəslə yetmək arzusu ilə edər hər dəm dualar, mötəbər hicr əhlinin hicranı sənsən, ya Muhammed. Kazımın canı fəda olmaq dilər bir cananı üçün, canın aşıq olduğu cananı sənsən, ya Muhammed. Canın aşıq olduğu cananı sənsən, ya Muhammed. Çox təşəkkür edirik sizə. Qələminizə qüvvət, qələminizə bərəkət, feyziyab etdiniz. Var olasınız. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin.
Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Peyğəmbər Muhammed Mustafa əleyhissalamın mübarək mövludi ilə əlaqədar Vəhdət həftəsinə həsr olunmuşdur. Qonaqlarımız isə ilahiyyatçı Hacı Mircəfər Əyyubov və dəyərli şairimiz Kazım Leriklidir. Seyid, istərik söhbətimizin davamında ümumiyyətlə bu mövlud mədəniyyəti haqqında və ələl-xüsusda Peyğəmbərimizin mövludun timsalında vəhdəti izah etdiniz buna qədər. Amma müsəlmanların bu mövluddan qazanacaqları həm mənəvi, həm dünyavi xeyirlərdən bəhs edək lütfən. Tək mövlud yox, ümumiyyətlə din insanın həyatını xoşbəxt etmək üçün göndərilib. Nə demək istəyirəm? Biz həyat dedikdə adətən doğumdan ölümə qədər ki, intervalı nəzərdə tuturuq. Bəli. Amma dinimiz həyat dedikdə doğumdan tasız, əbədiyyət. Həyat budur. Əbədiyyət daha uzun olduğu üçün deyirlər din axirət üçündür, xeyr. Din elə bu mənada həm də dünya üçün, daha doğrusu belə deyək, Quran-ı Kərimin təbirlə desək, ya'lamuna zahirən minəl həyati dunya və hum anil axirəti hum qafilun buyurur. Onlar dünyanın zahirini bilirlər. Dünyanın qabığını görürlər. İçindən isə xəbərsizdirlər, qafildirlər. İçi nədir? Axirət. Yəni, bu həyat ki var, biz yaşayırıq. Bu həyatın zahiri ləzzətləri, əziyyətləri dünyanın zahiridir. Mənəviyyət isə dünyanın batini olan axirətdir. Ölümdən sonraki həyatımızda bizim burada formalaşdırdığımız axirətimiz təcəssüm tapacaq. Yeni bir şey olmayacaq. Yəni biz ölənə qədər özümüzü unuduruq. Öləndə bizi özümüzü göstərirlər, şoka düşürük ki, bu niyə, bu cəhənnəmdir ki bu. Cəhənnəmdir. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, ən-nasu niyamun, adamlar yatıb. İzə matu intəbəhu. Ölən kimi ayılacaqlar. Yuxudadılar. Həyat əslində onda var. Həyat budur. Böyük psixoloqlardan biri, filosoflardan biri gözəl bir söz dedi. Bəlkə də həyat ölümlərdən ölüm seçmək üçün verilmiş bir fürsətdir. Ki, hansı növ ölümdən öləcəksən sən? 70 il fikirləş. Necə ölmək istəyirsən? Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və sellem buyurur, təmutuna kəma təişun. Necə yaşayırsınız, elə də ölürsünüz. Bilmən, fikir vermişsiniz, zahirən də belədir. Bəzi insanlar var, çox uğurlu insanlardılar. Onların ölümü də biraz hayküylü olur. Bəli. Bəzi insanlar var, uğurlu insanlardılar. Ölümləri səssiz olur, amma hamı içində heyfslənir ki, məzlum oldu. Yəni, belə olmalı deyildi. Bəzi insanlar var, o qədər bivec, tənbəl yaşayırlar ki, öləndə də elə ölürlər, heç hiss olunmur ki, öldülər. Fikir vermişsiniz də, belə adamlar var. Yəni, qeyri-ciddi adam da ölümü də qeyri-ciddidir. Adam heç bilmir ki, niyə yaşayırdı, niyə öldü, heç ölümü yaxşı idi, diriliyi yaxşı idi. İnsan necə yaşayır, elə ölür. Və bu mənəvi mənada da belədir. Yəni, adam var, öləndə yer göy titriyir, planet lərziyə gəlir. Adam var, öləndə, yadıma elə Sovet dövründə hər nə qədər çalışırdılar, məsələn, Stalin ölümünü bacarırdılar da zahiri baxımdan. Aləmi qatdılar bir-birinə, tətillər oldu, nələr oldu. 4-5 ildən sonra başladılar əsərlər yazmağa Stalinin cinayətlərindən. O dəfində iştirak edənlər də çox güman peşman oldular hamısı. Niyə getmiş o dəfinə? Bu ölümlər fərqlidir. Allah Taala deyəndə ki, mən sizə din göndərmişəm sizi xoşbəxt eləməyə, heç kəs çalışmasın sübut eləməyə ki, din ölümdən sonraki həyat üçündür. Xeyr, din həm də ölümdən sonraki həyat üçündür. Ahirətdə məndən namaz tələb olunmayacaq, oruç tələb olunmayacaq. Ahirətdə deməyəcəklər ki, günah eləmə. Orada günah yoxdur ki, qurtardı da, orada ixtiyar yoxdur ki. Bəli.
Dinin bütün çabası, həmmi, qəmmi bu dünya üçündür. Bəziləri ciddi cəhdlə demək istəyirlər ki, din bu dünya üçün deyil, yararlı deyil bu dünya üçün. Necə bu dünya üçün yararlı? Bura üçün göndərilib baxı. Bu Allaha böhtandır. Hazا böhtanun azim. Böyük bir böhtandır. Böyük bir yalan da Allaha nisbət verilir ki, Allah dini göndərib axirət üçün. Allah dini göndərib bu meşə üçün, bu dərya üçün, bu səhra üçün, bu kosmos üçün, bu idarə üçün, bu taksi üçün, bu məclis üçün, bu veriliş üçün, bu yol üçün, bu çol üçün, bu dünya üçün göndərilib Allah dini. Və təbii olaraq bu dünyanı xoşbəxt eləmək üçündür. O cümlədən dini rituallar. Dini rituallar da bizim dünyamızı xoşbəxt eləməlidir. Mən bir misal çəkim sizə. Məsələn, Məhərrəm ayında əza saxlamaq. Bilirsiniz, nə qədər hədislər var əza saxlamağın əhəmiyyəti barəsində, İmam Hüseynə əza saxlamağın savabı barəsində. O qədər çox hədis var və o qədər çox tarixi faktlar var ki, İmam Musa Kazım əleyhissalam nə qədər əza saxlayardı. İmam Sadiq əleyhissalam çağırardı şairləri, mərsiyəxanları ki, evində, məclisdə oxusunlar, əza saxlayardılar, ağlayardılar. Amma sual, niyə? Bunlar nə üçün idi? Maraqlıdır. Bunlar məqsəd ağlamaqdır, ya ağlamaq silahdır, vasitədir. Ağlamaq nədir? Əli əleyhissalam Kumeyl duasında nə deyir? Və silahuhul buka ilahi. Rəhm elə o adama ki, onun bir dənə silah var, o da ağlamaqdır. Vasitədir, alətdir ağlamaq. Niyə? Hüseyn kimi izzətli olmaq üçün. Sən kimin halını ağlayırsan Hüseynin? Nə olub Hüseyin? Necə adam idi? İzzətli adam idi. Həsrət ağlamağıdır. Mən niyə elə deyiləm? Bu amal yoxdursa, əza saxlamayaq, saxlayın. Saxlayın. Amma belə də, yəni, Allah əcr versin. Allah əcr versin. Elə bir dərya var. Deyirlər sənə ki, bu dəryanın dibi mirvari ilə doludur. Biraz yuxarı qalxırsan, bahalı kürüsü olan balıqlar var. Biraz yuxarı qalxırsan, nə bilim, külmə, çapaq, məsələn, ağsol, qarasol, şahmay, belə balıqlar var, qırmaqla tutursan. Və elə bu dəryanın qırağında elə çimib bədənivdə qaralda bilərsən, D vitamini də ala bilərsən. Elə ayağı çırmayıb gəzə də bilərsən suyun qırağında. O dərya dindi, biz bu qədər nemətdən nə istifadə edirik? Elə orada gəzək biraz məsələn qıraqda, lazım onda balıq da xırda balıqlardan, o kürlü balıqlar qalıb, mirvari qalıb, gəmiyə minib dəryadan o tərəfə yol kimi istifadə edilmək olur. Hər şey qalıb. Yəni dinə baxırsan, din Əli ibn Əbi Talib yetişdirib ki, Resulullah sallallahu aleyhi və aleyhi buyurdu ki, ya Əli, ümmətin yarısı sənə kafir deyəcək, yarısı Allah deyəcək. Və hər ikisi başa düşməməzlikdəndir. Hər ikisi cahillikdən, cəhalətdəndir. Belə bir nəhəng insan yetişdirən bir din, biz ondan necə istifadə edirik? İlimizi keçirdək. Bir Ramazan ayı gəlsin, oruç tutaq, Allah günahlarımızı bağışlasın. Məhərrəm ayı gəlsin, əza saxlayaq, Allah günahlarımızı. Sonra gedək yenə günah eləyək. Yəni, dinə nə boyda zülümdür bu? Əlbəttə. Eyni zamanda bu mövludlara da. Bəs necə keçirməliyik? Necə keçirməliyik? Zahiri yerində qalmalıdır. Bəli, mövludun o cürəbəcür işıqları, dekorları, şənlikləri, konferansları, verilişlər olmalıdır. Bu mövludu yad edəndə peyğəmbərlik yad olunmalıdır. Bu kişi necə adam idi? Məsələn, bizim peyğəmbərimizin ilk ləqəbi nə olub? Muhammedul Əmin. Əmin sallallahu aleyhi ve sellem. Əmanətdar. Bu kişinin bir nömrəli xasiyyəti əmanətdar olub. Mən də bunun mövludunu keçirirəm. Qonşu deyir ki, bu qızıllar saxla, gedib gələrəm. Mən nə qədər Məhəmmədəm? Nə boyda Məhəmmədəm mən?
Bu düşüncə olmasa, bu məqsəd olmasa, yəni dəyərlidir dəyərli olmasına, amma kafi deyil. Bəli. Elə bu oxudun, illərlə sənə investisiya xərclədilər, pul qoydular, dərs oxutdular. Axırda deyirsən ki, cəhənnəmdə 3 verin buna geçsin də burada. Düz deyə keçdin, sinifdə qalmadın. Amma utanmadın heç. O alimlərdən biri çox gözəl deyir. Deyir ki, cəhənnəmə getməmək məqsəd olmamalıdır. Bilirsiniz niyə? Çünki dəlilər də cəhənnəmə getməyəcək. Bir nəfər 70 il psixi xəstədir. Ömrünün hasili, məhsulu nədir? Cəhənnəmə getmədi. Mən də 70 il ağıl, kamal, istedad, hasilim nədir? Cəhənnəmə getmədim. Bir ömür ağılla dəli qədər yaşadım. Demirəm bunlar olmamalıdır. Baxın, radikal təfəkkür olmamalıdır. Aqressiv təfəkkür olmamalıdır. Onu eləməyin, bunu eləməyin. Yox, eləmək lazımdır. Bəlkə birində biri tutdu. O deyirlər, Molla Nəsrəddin rəhmətli oturmuşdu bir gölün qırağında. Bir balon qatığı, bir şüşə qatığı tökürdü gölə, qarışdırırdı. Biri qayıtdı ki, nə edirsən? Deyir ki, qatıq çalıram. Bu qatıqla, bu göl, qatıq olmaz. Amma olsa nə olar? Birdən oldu. Orada ibrətlər var da. Sən hərəkəti elə birdən oldu. Sən mövluduvu kesir, axırı biri tərpənər də. Axırı birinin damarı atar, bir şey olar. İnşallah ki olsun. Mövludların da fəlsəfəsi budur. Məqsəd odur. Mövludlar vasitədir. Əlbəttə. Məqsəd odur ki, hər bir vasitə ilə biz bu dünyanın karyera qazanmaq cəhənnəm alovunun içində hərdəmirdə mənəvi su içib sərinlənək. Ki, yəni mən də var amma, yəni özümü o qədər itirməyim ki, Əzrail Əleyhisselam özümü mən göstərəndə şoka düşüm biz. Özümdə olum. Çox təşəkkür edirik sizə Seyid. Və yekunda istərdik bu Vəhdət həftəsinin ümumiyyətlə həqiqi mənada günümüzdə də, yəni zəmanəmizdə nəzərə alaraq, müasir dövrümüzdə nəzərə alaraq İslam məktəblərinin bir-birinə daha da yaxınlaşmasında necə həqiqi mənada, necə böyük rola malikdir? Malikdirmi? Çox böyük rola malikdir. Ən yəni, mühümmi və sadəsini deyim, bütün məzhəblərin müştərəkləri var, müştərək dəyərləri, yəni hamının qəbul etdiyi fikirlər. Onlardan da ən əhəmiyyətlisi Peyğəmbər sallallahu aleyhi və səlləm özüdür. Bəli. Müsəlman məzhəblərini qaytarmaq lazımdır ki, siz hamınız bu kişiyə tabi olmursunuz. Yəni, bir əxlaq elmində deyilir ki, İslam əxlaq elmində deyilir ki, müsəlman olmaq ən azından zahiri baxımdan Peyğəmbərə oxşamaq deməkdir. Onun kimi yemək, onun kimi danışmaq, onun kimi namaz qılmaq, onun kimi gülmək, onun kimi rəftar etmək, onun kimi qonşu olmaq və s. və ilə. İndi, il boyu hərə bir tərəfə üst tutur, dartır hərə bir tərəfə. Mövludda hamı qayıtsın ki, bu kişi daha bizim örnəyimiz. Laqad kana lakum fi rasulillahi usvetun hasenə. Bu kişidədir bizim üçün örnək. Yəni, bu kişi necə rəftar edirdi? Və ləv kuntə fəzzən qalizəl qəlbi lən fəddu min havlik. Peyğəmbər, sən qəddar olsaydın, kobud olsaydın, qəliz qabı olsaydın, ətrafında adam qalmazdı ki. Dözümlüydün. Sevgi göstərirdin. Adamların xoşu gəldi sənin danışmaqdan. Özümüzə sual verək. Peyğəmbər sallallahu aleyhi və səlləmə iman gətirənlərin neçə faizi statistikaya əsasən məntiqlə, argumentlə dinə gəlib, neçə faizi Peyğəmbərin əxlaqına, davranışına görə dinə gəlib. Məsələn, bugün İmam Hüseyin Əsəlam niyə aktualdır? Çünki İmam Hüseyin Əsəlam argument göstərmir. Deyir, dinin dəyəri budur. Mən hər şeyi bir qurban verirəm. Qıradan baxan deyir ki, nə var bu dində axı? Bu niyə belə elədi? Bu cür ağıllı adam, bu cür fərasətli adam, imam, məsum, cənnət cavanlarının ağası. Yəni, bu niyə belə elədi bu? Nə var bu azadlıqda? Nə var bu mərdlikdə? Necə şirinliyi var ki, Əli Əsgərdən şirindir? Bu artıq dinin meyvəsidir. Peyğəmbərin mövludunda biz dinin meyvəsini göstərməliyik. Göstərməliyik ki, adam belə yaşayır. Adam belə yaşayır. İxtilafları da olsa, hər şey də olsa, belə peyğəmbərlər, imamlar, hamısı yağbal içində yaşayıblar. Yəni, hamı gəlib əlini, ayağını öpüb olar. Xeyr, qardaş, xeyr. Xeyr. Hərə bir söz deyirdi, təhqir edirdilər. Üzr istəyirəm, Rasulullah sallallahu aleyhi və səlləm özü namusu haqqında şairlər yayırdılar. Minokkadan çıxırdılar. Müharibələr, cəncallar, nə bilim, ixtilaflar, münafiqlər, riyakarlar, onların içində bu adam, bu şəxsiyyət, bu nur mehriban idi.
dözümlü Biz idi, rahatıq. təmkinli idi. Mən bir söz də deyim, çox da danışmayayım. Bu Ələm nəşrəh ləkə sədrək ayəsi ki var, İnşirah surəsi. Yəni, biz sənin sinəni genişləndirmədik mi? Buyururlar ki, burada sinədən məqsəd bəsirətdir, baxışdır, dünya görüş. Genişlənməkdən məqsəd üfüqdür. Yəni, Peyğəmbərimiz o qədər geniş üfüqlərə baxırdı ki, bu hadisələr təsirləmirdi ona. Cılız gəlirdi, uzaqlara baxırdı. Deyirdi, bu insanlığın sonunu mən xoşbəxt eləməliyəm. Elə bir istiqamət götürmək lazımdır ki, bu insanlar sonunda indi bu yoldadır, bu yoldadır, bunlar keçər. Bunların içindən bir gövhər tapım. Zəki nəvələri də elə idi. Yazırlar, alimlərdən biri çox gözəl deyir. Deyirlər İmam Hüseyin Əsələm niyə getdi Kərbəlaya? Nə bilim, cürbəcə sözlər, təhlillər var da. Deyir, mən deyirəm ki, birisi niyə getdi? Hürrü tövbə elətdirməyə görə. Elə bu bəs idi. Yəni Peyğəmbərin Taif səfəri. Bəli, bir nəfər orada. Elə Yezidin bir sərkərdəsini cənnətə aparmaq, Yezidin cəhənnəmindən çıxarıb Hüseynin cənnətinə aparmaq dəyərdir. Bu vəhdət həftəsi də, bu mövludlar da, əgər bu faydalara ümid varsa, nə qədər ümid varsa dəyər. Çox təşəkkür edirik sizə. Bu həm Peyğəmbərimizin mövludu, həm də ki, bu gözəl vəhdət həftəsi ilə bağlı elə çox incə məqamlara toxundunuz. İnanırıq ki, bizi izləyən izləyicilərimiz də çox faydalanacaqlar sizin çıxışınızdan. Minnətdarıq. Kazım bəy, sözü yenidən sizə vermək istəyirik. Bir şeir parçasına lütfən. Pak adın dünyada rəhmətdir bizə, ya Mustafa. Aşığın olmaq şərafətdir bizə, ya Mustafa. Elmi şəhrin görmək istər kim, girər dərvazədən ki, Peyğəmbərdən hədisdir. Mən elmin şəhəriyəm, əli onun darvazası. Elmi şəhrin görmək istər kim, girər dərvazədən. Az qala cəhli çıxartsın aləmi əndazədən. Sən gələn gün aləmə, aləm yarandı tazədən. Varlığın ən ali nemətdir bizə, ya Mustafa. Aşığın olmaq şərafətdir bizə, ya Mustafa. Qismət olmuş Allahın dərgahına varmaq sənə. Qibtə eylər həm təbiyyət, həm göy, həm torpaq sənə. Qur'anı nazil edibdir ol Cənab-ı Haq sənə. Kimliyin rahi hidayətdir bizə, ya Mustafa. Aşığın olmaq şərafətdir bizə, ya Mustafa. Ta əzəl baxsaq Bəni İsrailin Musası var. Fəxr edir qövmi məsihilər ki, bir İsası var. Gər müsəlman əhlinin sən tək gözəl mövlası var. Şükr qıllıq ki, bu qismətdir bizə, ya Mustafa. Aşığın olmaq şərafətdir bizə, ya Mustafa. Ey başım tacı, gözüm nuri, cahanın sərvəri, vurğunundur həm bəşər, həmçin məlaik, həm pəri. Bir Quran, bir əhl-i beytim var, Qədir xumdan bəri, həşrədək onlar əmanətdir bizə, ya Mustafa. Aşığın olmaq şərafətdir bizə, ya Mustafa. Kazımı əhv eylə bu yazdıqlarıyla, ey Cəlil. Ruhu təqvasız əlildir, qəlbi imansız zəlil. Şənini vəsf etməyə çatmaz qələm, yetməz əqil. Gəl ki, yazmazsaq xəcalətdir bizə, ya Mustafa. Gəl ki, yazmazsaq xəcalətdir bizə, ya Mustafa. Allah razı olsun. Qələminiz hər zaman bərəkətli olsun, qüvvətli olsun. Gözəl feyziyab etdiniz bizi. Hər ikinizə minnətdarlığımızı bildiririk. Seyid, sizə gözəl çıxışınıza görə, sizə də gözəl şeir parçalarınıza görə ayrıca minnətdarlığımızı bildirib. Peyğəmbərimizin gözəl mövludu, gözəl vəhdət həftəsi hər birimizə mübarək olsun. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bu gözəl gündə aləmlərin əşrəfi olan, yaradılmışların ən kamili olan Muhammed Mustafa sallallahu aleyhi və səlləmin mübarək mövludunu bütün haqq və həqiqət sevər insanlara mübarək qərar versin. Bu gözəl vəhdət həftəsi bütün İslam ümmətinə xeyirli,
uğurlu, bərəkətli olsun və Allah yolunda sabit qədəm irəliləməyimizin vəsiləsi olsun. Növbəti buraxılışlara dək Allah amanında.